Noyabr Zəfər günü. Bu tarixi gün dövlətimizin, xalqımızın, ordumuzun birlik, iradə və qəhrəmanlığının rəmzidir. Bu gün vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızı dərin minnətdarlıqla anırıq. Zəfər günü hər bir Azərbaycanlının qəlbində böyük sevinç və fəxarət hissi yaradır. Elə bir münasibətlə paytaxt sakinlərinin fikirlərini öyrənəcəyik. Görək Bakı sakinləri Zəfər gününü necə qeyd edir? Zəfər günü bizim şəhidlərimizin qanı ilə yazılmış bir tarixdir və bugünkü günü qeyd etmək, həm də gələcək nəsillərə ötürmək hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bu gün bu torpaq üzərində rahat nəfəs alırıqsa, bütün bunları öz şəhidlərimizə borcluyuq və Allahdan hər birinə rəhmət diləyirəm. Başta Ali Baş Komandamız İlham Əliyev olmaq şərtilə biz bu Zəfər gününü ən yüksək səviyyədə, yəni 5 illik olduğuna görə ən yüksək səviyyədə qeyd eləmək. Allah qazilərimizi sağlam eləsin, salamat eləsin, Allah onların canları dəymək, Allah bütün şəhidlərimizin hamısına rəhmət eləsin. Sizinlə bərabər bütün azımın xalqını təbrik edirəm. Qoy bu Zəfər bayramı bizim həmişə başımıza uzay eləsin və necə ki uzay eləyiblər. Bütün o şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı. Bu il Zəfərimizin 5-ci ilidir. Artıq Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin. Biz hər bir şey onlara borcluyuq. Bir gənc olaraq mən çox sevinçliyəm ki, artıq Qarabağ bizimdir kəlməsini rahat-rahat deyə bilirik. Qarabağ bizimdir. Allah'ın bu gününe şükür ki torpaqlarımız azad oldu. Allah'a şükür ki bugün azad yaşayırıq, salamatıq, başımızı dik tutub gəzə bilərik. Allah ordumuzu qorusun, prezidentimizi qorusun. 30 illik Qarabağ həsrətindən 5 il keçir, sona çatmağından 5 il keçir. Bu qalibiyyətdə iştirak edən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə uzun ömür can sağlığı versin. Zəfər bayramımız mübarək. Mən bir gənc olaraq çox sevinirəm ki, biz torpaqlarımızı geri qaytardıq. Mənim üçün 2 qat bayramdır, həm də ad günümdür. Elə ad günümə ən böyük hədiyyə budur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.